Əgər 50 yaşa qədər xərçəng riski ilə qarşılaşmaq istəmirsinizsə, bu 6 vacib vərdişi dərhal tərk edin. 4-cü bənd sizi şoka salacaq, çünki insanların çoxu bunu hər gün eləyir və nəticələrini düşünmür. Videonu sona qədər izləyin. 1-ci vərdiş ultra emal olunmuş qidalar. Hazır souslar, yarım fabrikatlar, yolda yeyilən qəlyanaltılar. Bu cür qidalar orqanizmdə xroniki iltihabı artırır, iltihab isə zədələnmiş hüceyrələrin yaşaması üçün əlverişli mühit yaradır. 2-ci vərdiş kolbasa və emal olunmuş ət məhsulları. Sosiska, bekon, vetçina. Bu məhsullarda istifadə olunan bəzi maddələr rəsmi olaraq onkoloji risk faktorları kimi tanınır. 3-cü vərdiş qızartma üçün rafinə olunmuş yağlar. Günəbaxan qarğıdalı yağı. Qızdırıldıqda bu yağlar oksidləşir və orqanizmdə iltihabı gücləndirir. 4-cü vərdiş bunu demək olar ki, hamı eləyir. Cızılmış köhnə yapışmayan tavada yemək bişirmək. Zədələnmiş örtü qızdırıldıqda yeməyə zərərli maddələr keçə bilər. 5-ci vərdiş qidanı plastikdə saxlamaq. Konteynerlər, paketlər, plyonkalar. Bəzi kimyəvi maddələr hətta qızdırılmadan belə qidaya keçə bilər və bu orqanizmə əlavə yük yaradır. 6-cı vərdiş hər gün şəkər qəbul eləmək. Şirin içkilər, desertlər, şəkərli çay, mayonez və ketçup. Yüksək şəkər səviyyəsi iltihabı artırır və zədələnmiş hüceyrələr üçün əlverişli mühit yaradır. Sağlam olun və bizi izləməyi unutmayın ki, faydalı məlumatları qaçırmayasınız.